Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün hazır yuxadan tez başa gələn dadlı, ləzzətli spanaklı börək hazırlayacağım. Əminəm ki, siz də mənim bu reseptimi çox bəyənəcəksiniz. Əvvəlcə spanakları yaxşıca yuyuram. Aş süzənə tökürəm ki, suyu tamamilə çəkilsin. Kənarda 4-5 ədəd kiçik ölçülü soğanı halqa doğrayıram. Əgər böyük ölçülü soğan olarsa, 1-2 ədəd kifayət edər. Adından göründüyü kimi spanaklı börək olduğu üçün mən ancaq spanakdan istifadə etdim. Siz zövqə görə başqa göyərtilərdən də istifadə edə bilərsiniz. Daha sonra isə spanakları doğrayıram. Spanakları çox da xırda doğramağa ehtiyac yoxdur. Doğradığım soğanı tavanın içərisinə töküb ocağın üzərinə qoyuram. Üzərinə biraz duz əlavə edirəm və soğanın suyu çəkilməsini gözləyirəm. Daha sonra üzərinə zeytun yağı əlavə etdim. Beləcə qızılı rəng alana qədər qovururam. Zeytun yağını qarğıdalı yağı ilə də əvəz edə bilərsiniz. Qovrulmuş soğanın üzərinə doğradığım spanakları tökürəm. Cür odda spanağın suyu çəkilənə qədər bişirirəm. Sonda üzərinə zövqə görə duz, qara istiot və turşu tökürəm. Turşunu spanağın şirinliyini götürsün deyə əlavə etdim. Siz bunu zerinc qurusu ilə də əvəz edə bilərsiniz. Bütün arzaqları yaxşıca qarışdırıram və tavanı bir kənara qoyuram ki, tamamilə soyusun. Soyduqdan sonra isə yuxalara bükürəm. Mən 14 ədəd kiçik ölçülü yuxadan istifadə etdim. Bu qayda ilə spanağı yuxanın üzərinə töküb, daha sonra isə bükürəm. Bükülmüş yuxanı əvvəlcədən duru yağla yağladığım tavanın içərisinə yığıram. Bu qayda ilə hazırladıqdan sonra kənarda 2 ədəd yumurtanın üzərinə 2 yemək qaşığı qatıq, biraz duz və 50 ml duru yağ əlavə edib qarışdırıram. Alınan qarışımı börəyin üzərinə hər tərəfinə gələcək şəkildə tökürəm. Sonda üzərinə qara çörək otu töküb əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Artıq mənim börəyim bişib hazırdır. Soyduqdan sonra isə kəsirəm.
Görünüşü də, dadı da olduqca gözəl börək alındı. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.